Salam aleykum. Deməli, metanol bu şəkildə yazılır. Metanol bu şəkildə yazılır. Karbon 2 dənəsini alır, -2, ikisinin də oksigeni verir 0. Buradan 3'ünü alır, -3, birinin də oksigeni verir -2. Oksidaşma dərəcəsi azaldı. Bu reduksiya prosesidir. Metanol burada dedi ki, karbon -2'dir və karbon dioksid -4. Oksidaşma dərəcəsi artdı. Bu oksidləşmədir. Ondan sonra karbon dioksid, karbon monoksid -4'dən -2'ye oksidləşmə dərəcəsi azaldı. Bu reduksiya prosesidir. Daha sonra bu məsələni nəzərdən keçirdək. Maqnezium karbonat, maqnezium oksid CO2 və kütlə qrafikində bu fərq parçalanma reaksiyalarında qazı və suyu deməli belə də təmsil eləyir. 70-dən 59 çıxanda 70 çıx deməli 59. Bu zaman 11 qram azalma müşahidə bu qaza aiddir. Bura 44 yazıram. Görək bu zaman bu neçə qram parçalanacaqdır. Bu deməli 24, 60, 84 eləyir və 11 vururam 84'e bölürəm 44'e 21 qram və 70'in 21 qramı. Çünki parçalanma reaksiyasıdır. Xətt buradan başlayır. Bu solda azalma solda duran maddəni təmsil edir. 70 qram deməli maqnezium karbonatındır. 21 də ondan parçalanıb 21 də 70'in deməli 30%'ni təşkil edəcəkdir.